Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz 1-ci siniflər üçün testlərdir və burada biz ailə və məktəb mövzusunu işləyəcəyik Damla nəşriyyatdan. Gəlin baxaq görək testlərimizə. Hansı hecalar birləşərək şəkildəki əşyanın adını əmələ gətirir? Uşaqlar, burada bu əşya nədir? Bizim evimizdə çox istifadə olunur. Hətta bizə balaca vaxtda deyirdilər ki, sizin dişinizi bununla çəkəcəyik. Bu kəlbətindir. Gəlin baxaq görək kəlbətin necə hansı hecalarla uyğunlaşar. Baxaq. Kəl sözü biri 1 olacaq. Bətin biri 3 olacaq. Bir də olacaq 5. Deməli 1 3 5 kəl bətin. Bu hecalarla uyğunlaşacaq. Cavabımız A variantı. Sual 2. Kiçik sözünün yaxın mənalı qarşılığı hansıdır? Kiçiyin yaxını hansı olar uşaqlar? Balaca, balaca olar da yəqin ki, düzdür? Çünki kiçiyin əks mənalısı böyük, nəhəng, iridir. Yəni onda yaxın mənalısı olacaq xırda, balaca. Burada isə balaca var, deməli cavab C variantı. Sual 3. Hər sənətin öz faydaları var cümləsində altından xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Hər sənətin, hər əyləncənin olmaz. Əyləncə ilə sənət yaxın mənalı deyil. Hər sənədin yox, sənədlə sənət fərqlidir. Sənət peşə mənasını ifadə edir. Sənəd isə bu deyirik, filan sənədi evdə qoymusan. Dokument, vərəq işidir yəni. Burada isə cavab peşə olacaq uşaqlar. Çünki peşə və sənət eyni. Professiya, yəni eyni mənanı ifadə edirlər. Sual 4. Hansı bənddə nöqtələrin yerinə sərçə sözü yazıla bilməz? Sərçə göyərtəyə qonmuşdu. Sərçə məktəbə gedəcəyəm. Sərçə səsi ilə oyanırdım. Sərçə səsi ilə oyanırdım olar. Bu düzgündür. Bu düzdür. Sərçə göyərtəyə qonmuşdu. Bəli, bu da gəminin göyərtəsinə sərçə qona bilər də, düzdür. Amma sərçə məktəbə gedəcəyəm, bu mümkün deyil. Bu yanlışdır. Deməli, cavab B variantı oldu. Sual 5. Taxıllar boy atmış və sümbüllər bağlamağa başlamışdı. Və sümbül bağlamağa başlamışdı. Uşaqlar bağışlayın. Yuxarıdakı cümlədə hansı simvolla verilmiş söz səhv yazılıb? Taxıllar boy atmış və sümbül. Uşaqlar, sümbül sözü M ilə yazılmaz. Sümbül belə yazılır. Yəni N ilə yazılır. M ilə yox. Sümbül. Belə. Sonuncu 6-cı sualımız belədir. Aşağıdakı suallardan hansının birdən çox cavabı ola bilər? Ən gözəl şəhərimiz haradır? Bakı da ola bilər. Gəncə də ola bilər. Hamımız seçim eləyə bilərik. Azərbaycanın paytaxtı haradır? Məsələn, deyə bilərik Azərbaycanın paytaxtı Bakıdır indi, amma əvvəlcə olub Gəncə, ondan əvvəl olub Naxçıvan, Qəbələ və s. Paytaxtlarımız çox olub. Amma Nailə neçənci ildə anadan olmuşdu? Sən deyə bilməzsən ki, həm 2000-ci ildə anadan oldu, həm də 2002-ci ildə anadan. Nailə 1 ildə anadan ola bilər. Deməli, burada nə olacaq? 1 cavab verə bilərik. Birdən çox cavabı... Uşaqlar, bizdən yanlış bağışlayın, uşaqlar. Bizdən soruşur ki, aşağıdakı suallardan hansının birdən çox cavabı ola bilər? Elə bilim, ola bilməz deyir. Onda A variantı olacaq burada. Çünki Azərbaycanın ən gözəl şəhərimiz haradır deyəndə Naxçıvan da deyə bilərik, Bakı da deyə bilərik, Şəki də deyə bilərik və s. Deməli, cavab A variantıdır. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın, gəlin dərslərdə görüşərik.